Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel murselin ala nebiyyina Muhammed ve ala alihi ve sahbihi ecma'in. Rabbimize şükürler olsun. Uca Allah'ın salamı, salavatı Peygamberimiz sallallahu aleyhi ve sellem, onun ehli beyti, əshabların üzerine olsun. Biz əvvəl söhbətimizdə qəbirdə soru-sual barəsində toxunmuşduq. Dinin nədir? Rəbbin kimdir? Və sizə göndərilən o insan haqqında, yəni Rasulullah sallallahu aleyhi ve sellem haqqında nə bilirsən? Bu məsələləri əvvəl 2 dərsdə bizə qatılanlar bilirlər əvvəl mövzuları. Qatıla bilməyənlər Instagramda izləyə bilərlər. Yaxın zamanda inşallah Telegram kanalımızda da var. Telegram kanalımıza səsi də dinləyə bilərlər. Üzv olmayanlar Telegram kanalımıza üzv ola bilərlər. Həmçinin YouTube kanalında da inşallah yaxın günlərdə olacaq Allah'ın izni ilə. Bugünkü mövzumuz nədir? Yəni biz dünənki ayədə altı buyurur: Ya eyyuhən-nəs u'budu rabbakumul-lezî xalaqakum vellezîne min qablikum leallekum tettaqun. Sizi və sizdən əvvəlkiləri yaradan uca Allah'a ibadət edin ki, bəlkə təqva sahibi olasınız. İbadət ilə nəzər tutulur. Çünki ibadət sözünü insan bilməyəndə görürsən ki, gedir Allah'tan başqasından kömək istəyir, Allah'tan başqasından ibadəti edir. Bəzilər gedir misal üçün ya övliyə kömək ol, ya imam kömək ol, bilmir ki, dua ibadətdir. Ümumiyyətlə, ibadət nə deməkdir? İbadət sözünü biz anlamalıyıq, doğru, düzgün ki, Allah'tan başqasına bunu sərf etməyək. Yəni, Allah'tan başqasına etməklə Allah'a şərik qoşanlardan olmayaq. Ahirətimiz zayi olmasın. Cənnəti qazanaq. Və ənval ibadə. İbadətin növləri hansı ki, Allah əmr edib. Əl-İslam, İslam 5 şərti. Əl-İman, imanın şərti. Əl-İhsan, ihsan dərəcəsi. Və minhu dua. Ondan birisine de dua etmək. Dua öz ibadətdir. Demək, Allah'tan başqa sərf edilməz. Vəl-xavf, qorxu, yəni Allah qorxusu. Allah kimi başqasından qorxulmaz. Bəziləri deyir, misal üçün, səni tapşıran filan babaya və ya filan birə. Adam qorxur ki, məni tapşırdılar hansısa bir dünyasını dəyişən salihə. Gecədə yata bilmir. Qorxur ondan Allah qorxan kimi. Olmaz. Allah'tan başqa heç kimsəni qorxmaq olmaz. Və raca, ümid bəsləmək. Ancaq Allah edilməz. Bəzi ümid bəslir nəyə? Hansısa bir qəbirə, daşa, bəzilər qolbağına, subhanallah, qolbağı asır, deyir ki, bu qolbağı məni qoruyacaq və ya mənə ruzu gətirəcək. Bəzilər ümidin bəsnəyə, daşa, evlərə daş qoyurlar, ki, bu daşlar evdə bərəkət gətirir, əstəğfirullah. Və yaxud da ki, üzəyli yandırırlar ki, bu yanından sonra güya evdə şər, mənfi qüvvələr uzaqlaşacaq və evinə xeyri bərəkət gələcək. Ümidini Allah'tan başqana ümid bəsləmək olmaz. Və təvəkkül. Təvəkkül nədir? Ancaq Allah'a arxalanmaq. Qəlbi əməldir, qəlbi ibadətdir. Allah'tan başqasından arxalanmaq olmaz qəbirə, daşa və ya dünyasını dəyişmiş salih insana. Və rəğbə, rəğbət, və rəhbə, Allah qorxusu. Həmçinin əl-inəbə, Allah'a dönmək, əl-isti'anə, yardım diləmək, və isti'adə, sığınmaq, yalvarmaq, həmçinin qurban kəsmək, nəzir, bütün bunlar Allah'ın əmr etdiyi ibadətlərdir və bütün bunlar hamısı Allah'a edilməlidir. Bəzilər gelir, filan övliyə nəzr etdim deyir və ya dünyadan köçmüş hansısa övliyə, salih insan. Gedir onun qəbrində kəsir və s. Əuzubillah. Olmaz. Çünki altı nə deyir? Cin surəsi 18-ci ayə. وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللّٰهِ أَحَدًا. Məscidlər Allah'ındır. Onunla yanaşı heç kimsəyə dua etməyin. Heç kimsəyə ibadət etməyin. Subhanallah. Əvvəlki dərsimizdə nə oxumuşduq? Ən-nər Rabb huvəl-mə'bud. Rabbul aləmin. Yəni, aləmlərin Rəbbi mə'bud. Yəni, ibadət layiq olan haqq mə'bud odur. Ona görə də ibadətə layiq olan Rabbul aləmin, aləm Rəbbi Allah'dırsa, deməli, ibadətlər də ancaq onun üçün edilməlidir. Bu ibadətlərdə Allah'a kimsə şərik qoşmaq olmaz. Allah'ın yaratdığı bir qul və ya övliyə və ya imam. Yaxşı insanlar əməl ediblər, ibadət ediblər, cənnəti qazansınlar. Onlar yaxşı əməl etməyib ki, öləndən sonra insanlar gəlib o qəbrindən istəsin, ondan şəfa umsun. Auzubillah. Və ibadə nə deməkdir? İsmun cəmi'un. İbadət sözü, baxın, elə bir addır ki, hər bir şey şamil olur, onun içərisinə girir, likullu mə yuhibbullah. Allah'ın sevdiyi hər bir əməl. Allah'ın sevdiyi hər bir yaxşı əməl ibadətdir. Və yarda, hansı ki o əməllərdən Allah razıdır. Minəl əqval, istər söz olsun, vəl əməl, istər əməllər olsun. Zahiri və batini. Zahiri əməllər ibadət, namaz, batini əməllər nədir?
qəlbdə olan əməllər. Yəni, bütün bunlar ancaq Allah üçün edilməlidir. Subhanallah. Ona görə ismun cəmiun, yəni bütün addır ki, onun içərisinə girir. Allahın sevdiyi, razı qaldığı sözlər, əməllər. Deməli, bu Allahdan başqasına edilməz. Ona görə ibadət iki qismə bölünür. İbadət-ün qavliyyə, sözlə ona ibadət, yəni əlhəmdülillah, dua, ibadətdir. Və ibadət-ün əməliyyə, əməli ibadət. Yəni namaz, əzalarla yerinə yetirirsən. Ona görə üçüncü qism yoxdur, iki qismdir. Həmçinin əz-zahirə, zahir və batin. Onu da burada nə edir? İzah eləyir. Misal üçün, qad yakun billisən, yəni dillə olur və ya qəlbən olur batin. Misal üçün, etiqad etmək, qəlbi Allah sevgisi, Allah'a təvəkkül. Bunlar qəlbi əməllərdir. Misal üçün, dillə deyilən nədir? Zahirən, misal üçün, zikir, Quran oxumaq, yaxşı işlər əmr etmək, günahlardan çəkindirmək. Qəlbən nə deməkdir? İbadət, etiqad. Allah olan etiqad, onun ucalığına etiqad, təkliyinə etiqad, ancaq ibadət Allah layiqdir. Allahdan başqasına edilməz, Allahdan başqasına qəlb bağlanmaz, təvəkkül edilməz, ümid bəslənməz. Bunlar qəlbi ibadətlərdir. Və bir də var, əməlül qalb və əməlül cəvari. Qəlbi əməllər, yəni insan əzaları ilə etdiyi əməllər. Namaz və s. Ona görə də misal üçün, İxlas nə deməkdir? Qəlbi əməldir. Yəni, əməlləri ancaq Allah üçün etmək. İnsanlar eşitdirmək üçün deyil, insanlara göstərmək üçün deyil. Əməllər Allah üçün edilməsə, qəbul olunmur. Subhanallah. Nə deyir? Tənzilul kitab minəllahi əziz-i həkim. Əl-izzət sahibi, hikmət sahibi Allahdan enən bir nədir? Bu kitab vəhidir. İnnə ənzəlnə ileykəl kitab bil-haq. Biz bu kitabı sənə haqq olaraq endirdik. Fə'budilləh muxlisən ləhuddin. Bu ibadətləri ixlasla yalnız Allah üçün eylə. Ələ lilləhi dinul xalis. Bütün ibadətlər Allah üçün ixlasla edilməli deyilmi? Zumar surəsi 1-3-cü ayə. Subhanallah. Misal üçün təvəkkül. Qəlbi əməllərdəndir. Allahdan başqasına edilməz. Həmçinin qorxu qəlbi əməllərdəndir. Yəni ibadətdə qorxu Allahdan başqasına edilməz. Subhanallah. Rəğbət bəsləmək, ümid bəsləmək, Allah önündə zəlil olmaq, yəni onu boyun əymək ibadətdə. Bu ancaq Allah üçündür. Allahdan başqası edilməz. Misal üçün görürsən ki, bəzi sufi təriqətlərində var. Təriqətin şeyxidir, övliya deyirlər ona, çoxları saxtakar. İnsanlar onun önündə zəlil olur. Niyə? Deyir, mən onun köləsiyəm. Estağfurullah. Bu, Allahdan başqa o təriqət şeyxə ibadət etməkdir. İnsanları neyini qullaşdırır. Misal üçün bir təriqət var, mənzil təriqəti deyirlər. Mənzil təriqətin şeyxi meçidə girəndə insanlar diz çökürlər, it kimi hürürlər. Hav, hav, hav. Deyir, nədir? Deyir, mən o övliyanın önündə deyir, özümü deyir, it kimi zəlil etməliyəm deyir. Avuzu billər. İnsan Allahdan başqasının qarşısına zəlil olmaz. Və əslində onu ibadət edirlər. Bu təriqət nədir? Təriqət şeyxləri çoxları. Əslində bu sufi təriqətlərin məqsəd nədir? İnsanları ilahiləşdirmək, təriqət şeyxini ilahiləşdirirlər və insanlar ona qul edirlər. Subhanallah. La ilahe illallah. Həmçinin zahiri əməllər nə demək? Misal, əl-istiğafə, yalvarmaq, ey Rəbbim mənə yardım eylə. Yəni Allahdan mədəd ummaq, yardım ummaq. Zahiri əməldir, dinlə dua edirsən. Allahdan başqası edilməz. Çünki dua ibadətdir. Həmçinin qurban kəsmək, heyvan kəsmək, Allahdan başqasına kəsilməz, əməli ibadətlərdir. Əzalarla ibadətlər. Nəzir, Allahdan başqa edilməz. Bəziləri deyir ki, filan övliyə nəzr etdim. Subhanallah. Hansı ki, dünyadan köçüb gedir. Nəzr ona olmaz. Nəzr Allah üçün edilməlidir. Ona görə də bütün bu ibadətlər Allah üçün edilməlidir. Allahdan başqasına nədir? Etmək olmaz. Subhanallah. İstər zahiri əməllər, istər batini əməllər, qəlbi əməllər, dillə olsun. Hamısı Allah üçün edilməlidir. Allahdan başqasına sərf edilməz. Çünki nə deyir? Ya yuhənnəs, ey insanlar, u'budu rabbakumulləzi xalaqakum. Sizi yaradan Rəbbinizə ibadət edin. Bəqərə surəsi. Yəni bu nəyə ziddir?
biz iqrar edirik, təsdiq edirik. Allah Rabbul Alemin, kainatın Rəbbi o, hər şeyi yaradan o. Deməli, ondan başqasına edilməz. Sən ona qulluq etməz, ona ibadət etməlisən, subhanallah. Ondan başqasına etmək olmaz. Bu zaman Allah şərik qoşur insan. Və ennel məsəcidə lillah, məscidlər Allahındır. Allah yanaşı heç kimsədən istəməyin. İstər dua ibadət olsun, istər ibadət. Nə demək? İstəyən dua edirsən Allah, subhanallah. Baxın, dua muxlibədə, dua ibadətin beynidir. Dua özü ibadətdir. Deməli, bu ibadət Allahdan başqası edilməz. Bəzilər ya övliyə kömək ol, ya imam kömək ol. Axı, Cin surəsi 18-ci ayə, məscidlər Allahındır, Allah yanaşı heç kimsəyə dua etməyin. Yəni, heç kimsəyə dua etməyin, heç kimsə ibadət etməyin. İkisi də buna gelir. Dua məsələ, dua ibadə. Nə demək dua məsələ? Allahdan bir şey istəmək. Dua ibadə nə demək? Namaz qılmaq. O da əslində duadır, yəni Allaha yalvarırsan. Heç birisini Allahdan başqasına etmək olmaz, subhanallah. Baxın deyinədə altı Quran-ı Kərimdə وَقَالَ رَبُّكُمْ اُدْعُونَ اَسْتَجِبْ لَكُمْ Rəbbiniz buyurdu ki, dua edin, duanızı qəbul edin. اِنَّ الَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِ O kəslər ki, mənə ibadətdən, yəni həmçinin duadan üz döndərirlər. Cəhənnəmə zəlil olaraq girəcəklər. Alçalmış halda girəcəklər. Ona görə də olmaz Allahdan başqasına istəmək. Allahdan başqasına nədir? Yalvarmaq. Bu Allahın haqqıdır ibadətlər. Və sonra buyurur, bir mövzuya toxunaq. Bu da çox mühümdür. İnsanların bəziləri bu qismi bəzəndə olur ki, açıq anlayabilir. فَمَنْ صَرَفَ مِنْهَا شَيْئًا لِغَيْرِ اللّٰهِ Bu qeyd etdiyimiz ibadətləri kim Allahdan başqasına sərf edərsə, o zaman müşrik olur. Allah'a şərik qoşmuş olur. Düzdür, burada hər insana müşrik, kafir, əbəd cəhənnəm deyilmi? Yəni, cahil insana, məsələn, bilməyənə, nə qədər insanlar var ki, bilməyiblər, dünyasını dəyişiblər. Böyük günahla dünyasını dəyişib. Allah onların günahlarını bağışlasın. Ama bir insan hakkı bilenden sonra, ona hak çatandan sonra ki Allah'a şərik koşmak olmaz. Bile Allah'a gelip şərik koşarsa o zaman nedir? Müşrik sayılır, kafir sayılır. Ne diyor Allah Kur'an-ı Kerim'de? وَمَنْ يَدْعُ مَا اللّٰهِ اِلَٰهًا آخَرٍ Kim Allah'tan başkasına ilaha dua ederse, ilah yani ilah eden diri şəxs olsun. لَا بُرْهَنَ لَهُ بِهِ Onun hiçbir delil subutu yoktur. فَاِنَّمَا حِسَابُ عِنْدَ رَبِّهِ O Allah dergahına hesaba çekilecek. اِنَّهُ لَا يُفْلُحُ الْكَافِرُونَ O hiç zaman kafirlere necat vermez. Müminin suresi 117. ayet. Çünkü dua ibadettir. İbadetin beynidir. Bu evvelki mevzumuzun devamıdır. Yani ibadet Allah edilmez. وَاَنَّ كُلُّ مَعْبُدٍ سِوَ اللّٰهِ Allah'tan başka edilen bütün mabudlar batildir. Nedir? La ilahe illallah. Allah'tan başka ibadet hak mabud yoktur. Mabudlar var. Qəbir, daş. Ama batildir. Subhanallah. Batilse demek həddini aşmaq deməkdir. Yani Allah'ın hakkına girmək deməkdir. Çünkü ibadet Allah'ın hakkıdır. Allah'tan başka hiç kimsenin hakkı değil. Allah da peygamberlere bu hakkı vermiyor. Ben peygamberler deyirlər ki bizden kömək istəyin. Biz ölenden sonra bize yalvarın. Yok. Əksine peygamberler neye gelir? Cemiyette şirki qadağan etmeye. Allah da Nuh Aleyhisselam ne zaman gönderdi? O zamanki salih insanları bütleştirdiler. Ona göre bütün bu ibadetler dillə, qəlbən olsun, əməllərlə olsun, zahiri, onu Allah'tan başkasına sərf etmək olmaz. Bu Allah'a şərik koşmalıdır. Subhanallah. Ve bile şirk koşmak da insanı dindən çıxardır. فَلَا تَجْعَلُوا لِلَّهِ اَنْدَادًا وَاَنْتُمْ تَعْلَمُونَ Yani Allah Teala'ya ortak koşmuyor. Endâden ne demeydi? Ortak ne demeydi? Yani ibadetlerde onun hakkı yoktur. Allah'tan başkasına ibadete hak vermeyin. O Allah kim ibadetlere, onun ibadetlere hakkı yoktur. Subhanallah. İbadet ancak Allah'ın hakkıdır. وَاَنْتُمْ تَعْلَمُونَ Bildiğiniz halde El-Bekara suresi 22. ayet. Ona göre de اِذَا جُعَلَ لِلّٰهِ نِدَّ Kim Allah'a ortak koşarsa nid, sözle olsun, emenle olsun, Allah şerik koşur. Subhanallah. Ona göre bütün ibadetler yalnız ve yalnız Allah için edilmez. Bakın ne diyor? La burhane lehu bi. Kim Allah'tan başkasına isteyirse, yalvarırsa, dua edirse onun delili subutu yoktur. Boş boş iddiadır. Veya peygamber deyip benden kömək isteyin. Veya Allah'ın salih kulları deyip benden isteyin. Veya imamlar deyip ki benden isteyin. Ben ölenden sonra yok. Sonra insanlar özlerine ne edirlər? Onu uydurublar. Subhanallah.
Heç bir dəlil sübutu yoxdur. İnsanların uydurduğudur. Bu batildir. Subhanallah. İnnehu la yuflihul kafirun. O kafirlərə deyir, nəcat verməz. Yəni xilas olmazlar Allahın əzabından. Ona görə şirkin qismləri var. Şirk var ki zahir, şirk var ki hafi, gizli şirk. Subhanallah. Veya da şirk, böyük şirk, balaca şirk. Belə qismlərə bölünür. Veya da ki şirkun ekber, böyük şirk, asgar, balaca ve hafi, gizli şirk. Yani alimler arasında nedir? Kur'an ve sünneden çıkan nedir? Bölmeler. Bölür yani bu kısmın şirkin növləri. Zahiren edilen şirk var. Veya hafi, gizli şirk var. Misal üçün, celi ne deməkdir? Celi zahiri. Zahir edilen şirk. O özü böyük de olabilir, balaca olabilir. Subhanallah. Misal üçün, Allah'tan başkasına heyvan kesmek veya Allah'tan başkasına nəzr etmek. Bu böyük şirktir. Çünkü zahir edilen əməldir bu. Gizli değil. Mesela Allah'tan başkasına yalvarmak, ya övliya mədər, yardım eyle. Subhanallah. Bəziləri nə etiqad edir? Salih insan ölenden sonra bu dünyanı idare edirlər. Bizi eşidirlər. Subhanallah. O zaman o dünya köçenden sonra Allah onlara öz gücünü mü verir demək istəyirsiniz? Estağfurullah. Subhanallah. O dünyada bu dünya eşidebilmez o. Onun elə bir eşitme gücü yok da insanın. Necə eşitsin o dünyadan bu dünyanı? وَمِنْ وَرَائِمْ بَرْزَخٌ اِلَى يَوْمِ الرَّسُونَ Kıyamet gün dillerine kadar onlara bu dünya arasında berzak var. Ne demek berzak? Sel. Bu dünya eşitebilmezler, görebilmezler. Bəziləri deyir ki, o hələ bizi görür deyir oradan. Estağfurullah. Elə çıxır ki, Allah ona sifətlərini verir. Necə o bir ahirət dünyasından bu dünyanı görsün, hələ sənin dualarını qəbul etsin, hələ kainat idarə etsin. Auzubillah. Batil əqidələr var zamanımızda. Bəzi var o sufi təriqətlərində deyir, övliya nəinki deyir sağ ikən. Öləndən sonra da tasarruf sahibi. Nə demək tasarruf sahibi? Öləndən sonra da bizi görür, idarə edir. Hələ biz dualar edir, dualarımızı qəbul edir. Estağfurullah. Ona göre de Allah'ın gücünde, kudretinde olan şeyleri Allah'tan başka isteme nedir? Zahir. Yani böyük şirktir. O da zahir edilen emel var. Bir de var. Gizlisi var. Misal için gizli hansı sayılır? Zahirde ama balaca güç sayılır. Mesela Allah'tan başkası and içmek. Allah'tan başka and içmek şirk. Allah şerik koşmadı ama nedir? Böyük şirk değil. Balaca şirktir. Misal deyir ki and olsun qəndə, and olsun çörəyə, and olsun filan övliyəyə, auzubillah. And olsun yola, üzüm haqqı. Olmaz Allah'tan başkası and içmək. Bu şirkdir, açıq şirkdir ama nədir? Balaca şirk sayılır. Ona göre misal üçün gizli şirk de var. Nədir misal üçün? Gizli şirk. Riyakarlıq. Yani ya hansısa bir əməl edir insanlara göstermek için. Gizlidir yani. Onun insanın qəlbinə bağlıdır. Zahirən sən baxıb onu görmürsən. Mesela üçün yaxşı əməl edir insanlar görsün deyə, insanlar eşitsin deyə, insanlar bunu tərifləsin deyə. Olmaz. Bu doğru değil. Ona göre yani şirk nədir? Ya böyük şirk ya balaca şirk. Böyük şirk zahirde olabilir, gizli de olabilir. Həmçinin balaca şirk de. Ona göre nədir bu? Şirkin nədir? Qismləridir. Allah'tan başqa and içməyirsən balaca şirkdir. Veyahut da misal üçün boyun bağı asmaq, qol bağı asmaq, muncuq asmaq. Neye göre? Diyor bu qol bağı insanı koruyur. Subhanallah. Veyahut da boyun bağı asırlar 20-30 qəpik onu qiymək. O sənince koruyur daş parçası. Veyahut da misal üçün rayon yerlərində o zaman adət idi. Allah şükür insanların çoxu bilir. Mesela Sovet vaxtında çox idi. Ne edirlər? Qoyunu yiyirdilər, keçini buynuzunu asırdılar. Diyor buynuzu koruyacak gözləymədən. Və atın nalı artıq istifadəsi olandan sonra ata faydası yox idi. Atın nalını asırdılar yekə dəmir qapılardan, darvazalardan ki, atın nalı gözdən qoruyacaq. Gözdən qorumaq üçün misal üçün oyun bağı, uşaqların üstünə asırlar, paltarların içine koyurlar. Hansı Peyğəmbərimiz misal üçün nə deyir? Kim qorunmaq üçün və ya gözləymədən asarsa Allah onu korumaz. Allah onun arzusuna çatdırmasın diye Peyğəmbərimiz sallallahu. Çünkü Allah şərik qoşsa, qəlbini basın daşa, göz muncuğa. Yok insan ama desək ki bu göz muncuq özü-özündə təsir göstərir. Bu böyük şirk olur. Ama desək yok, ben gözdən qorunmaq üçün səbəbdir, bu acı şirkdir. Subhanallah.
Amma bizə böyük şirk nədir? Allahdan başqasına heyvan kəsmək, Allahdan başqasına yalvarmaq olmaz. Subhanallah. Allahla başqasını, Allahla bərabər dua etlərsə, qəbir, daş, ağac və s. Bu Allah nədir? Şərik qoşmalıdır. Və bu ən əzəmətli batillərdəndir. Mömin hər kəs bunu bilməlidir. Cənnət, cəhənnəm buna bağlıdır. Subhanallah. Allah sonumuzu gözəl eyləsin. Yəni bu məsələlərə davam edəcək qəbirdə soruşulan suallar və onun cavabları barəsində davam edəcək söhbətlərimiz. Çünki hər bir insan bunu bilməlidir. Bunları bilməsə və buna əməl etməsə, doğru etiqadda olmasa, qəbir soru-sualından keçməyi gözləməsin, ölüb bəsləməsin. Dinin Rəbbim Allahdır, hər kəs deyir. Amma hər kəs qəbirdə sorusa deyə biləcək? Yox. Nə deyəcək? Soru-sualını keçməyəndə. Niyə keçmədi? İnsanlar dedi, mən də dedim. Amma əməl etmədi və ya öyrənmədi. Rəbbimiz Allahdırsa deməli, insan Allaha şərik qoşmaz. İbadətlər yalnız Allaha edilməlidir. Biz hələ soru-sualın birinci qismindəyik. Rəbbim Allahdır. Deməli, ibadətlər nədir? Allah üçün edilməlidir və ibadət nə deməkdir? Bugünkü söhbətini nə götürdü? İbadət nə deməkdir? Artıq bildik ki, ibadət nədir və ibadət də Allahdan başqasına nədir? Sərf edilməz. Uca Allah Teala sonumuzu gözəl eyləsin. Uca Allah Teala bizləri eşli faydalı qullarını eyləsin. Uca Allah Teala bizləri şərik qoşmadan qorusun. Uca Allah Teala dünyasını dəyişən valideynlərimizin məkanını cənnət eyləsin. Uca Allah Teala həyatda olan valideynlərimizin ömrü uzun, xeyli, bərəkətli eyləsin. Uca Allah Teala övladlarını salih qullarını eyləsin. Övladı olmayanlara salih övladlar bəxş eyləsin. Uca Allah Teala bizim bu gözəl vətənimizi qorusun. Əmin-amanlığımız, müstəqimiz daimi olsun. Uca Allah da ölkəmizə qarşı hilə quranların hilələrini həlak eyləsin. Uca Allah öz əzəmətli gücünü, qüdrətini düşmənlərimiz, havadarlar üzərində göstərsin bizə. Allah da ordumuzu qorusun, əskərlərimizi qorusun, onlara güc qüvvət versin. Vətənimizi qoruyarkən şəhid onun altı şəhadətini qəbul eləsin. Dərgahında ən uca məqamı etdirişdirsin, qəni-qəni rəhmət eyləsin. Uca Allah Teala bizim də sonumuzu gözəl eyləsin. Gözəl sonluqla bu dünyanın köçməyi nəsib eyləsin. Uca Allah da ölkə rəhbərimizi qorusun, işləri müvəffəq eyləsin. Uzun ömürlər bəxş eləsin. Amin.